Bu burun üzerindeki qara nöqtələrin öncəsidir. Bu isə sonrası. Düzgün qaydada FIDI metodunu yoxlayaq. Başladıq. Bəzi videolarda öncədən salisil turşusu burun üzərində 20 dəqiqə saxlanılır. Bu sizin dərinizə ziyan ola bilər. Ona görə də ilk addım olaraq təmizləmə yağından istifadə edəcəyik. Təmizləmə yağını yaxşı-yaxşı dolmuş məsamələrin olduğu yerə tətbiq edirik. Belə etdikdə məsamələrdəki sebumu yumuşatmış oluruq. Yaxşı-yaxşı ilıq su ilə tətbiq etdiyimiz bölgələri yururuq. Salfetlə həmin hissəni quruduruq. Daha sonra 2%li salisil turşusunun tonerini istifadə edirik. Salfet köməkliyi ilə bu formada üzümdə 10 dəqiqə saxlayacağam. Bəzi yerlərdə 20 dəqiqə saxlandığı deyilsə də bu yanlışdır. Bu sizin üzünüzü yandıra bilər. Bütün üzümə deyil də daha çox qara nöqtələrin yarandığı, məsamələrin dolduğu yerlərə məhsul tətbiq edirəm. 2%li salisil turşusu bu formada üzümdə maska olaraq 10 dəqiqə qalacaq. Üzümüzdən silərək bu formada salfeti qopardırıq. Gil maskası tətbiq edəcəm. Məndə olan Vichy'nin bu gil maskasıdır. Tonerin istifadə etdiyim yerlərə gil maskasını tətbiq edirəm. Maska quruyana qədər gözləyək. Gil maskasını ilıq su ilə yuyuruq. Daha sonra üz yuma geli ilə bir dəfə də üzümü yuyacağam. Üz yuma gelin tərkibində vitamin B12 və aloe vera olduğuna görə dərini sakitləşdirəcək, qıcıqlamanı aradan qaldıracaq. Cica tərkibli bərpa edici, nəmləndirici kremdən istifadə edəcəm. Cica tərkibli krem həm dəri baryerini yaxşılaşdırır, həm də dərimizi dərindən nəmləndirir. FIDI metodu ilə məsamələri təmizləmə artıq hazırdır. Bu isə sonrası. Burun üzəri digərinə nisbətən məsamələr daha təmizlənmiş. Tərkibinə görə həftədə 2 dəfə deyil də ehtiyac olduğunda 1 dəfə eləmək tövsiyə olunur. Mən həftədə 1 dəfə deyil də ayda ümumi olaraq 2 dəfə bunu istifadə edəcəm.